QHT-lərin 6-cı mübadilə və inkişaf proqramı çərçivəsində olan təlimləri yekunlaşdırdıq. Təlimlər çərçivəsində bizə lazım olan layihələrin idarə edilməsi, həmçinin layihələrin yazılması və s. mövzularda təlim mövzuları bizə təqdim edildi və bütün QHT-lər üçün bu istiqamətdə lazım olan, onları maraqlandıran suallar cavablandırıldı və bu istiqamətdə güman edirəm ki, gələcəkdə QHT-lərin QHT agentliyi ilə olan işi çərçivəsində çox yaxşı nəticələr əldə olunacaq və onu da qeyd etmək istəyirəm ki, tədbir sadəcə olaraq bu təlim məlumatlarının alınması ilə məhdudlaşmadı. Eyni zamanda QHT-lər arasında əməkdaşlıqlar quruldu. Tanımadığımız digər QHT əməkdaşları ilə tanış olduq ki, bu da bizim gələcəkdə öz qeyri-hökumət təşkilatımızı, öz təşkilatımızı daha da inkişaf etdirməyə və gücləndirməyə səbəb olacaq.